Xəstələr udmanı bəsit, sadə bir proses kimi düşünür, amma həddən artıq mürəkkəb bir prosesdir. Bəli, müayinə olunan zaman daha çox hallarda udqunma çətinliyi disfagiya xəstənin psixikasına, stressinə, gərginliyinə bağlı olaraq qida borusunda daralmalar, spazmlar ola bilir. Amma bu diaqnozu qoymaq üçün mütləq qida borusu müayinə olunmalıdır. Çünki daha çox hallarda biz qastezofageal reflüks deyirlər. Mədə turşunun qida borusuna qalxması zamanı qida borusunda eroziyalar, xoralar yaranır və yaxud dərmanın səhv istifadəsi zamanı dərmana bağlı ezofagitlər yaranır. Əgər bu proseslər davam edirsə, növbəti ağrılı udmaya keçir. Odinofagiya deyirlər buna. Ağrılı udqunma zamanı xəstə yemək yeməkdən çəkinir, çəki itkisi olur və bəzən bu spazmlar, bəzən bu çətin udmalar tənəffüs yoluna qidanın qaçmasına və boğulma hissi, xüsusi infeksiyaların yaranmasına səbəb ola bilər. Ona görə də udma zamanı baş verən hər hansı çətinlik, ağrı müşahidə olunan zaman mütləq bir müayinədən keçmək məsləhətdir.